Salam əziz izləyicilər, hər birinizi ürəkdən salamlayıram. Novruz bayramı yaxınlaşdıqca evlərimizdə gözəl hazırlıqlar başlayır. Bugün isə Novruz süfrəsinin ən sevilən nemətlərindən biri olan qovrulmuş qorğa hazırladım. Qorğa buğdadan hazırlanır və Novruz süfrəsində bolluq və bərəkətin rəmzi sayılır. Əvvəllər bu qorğa əsasən ocaqda sacın üstündə qovrulurdu. Mən isə piltə ocağım olmadığı üçün bunu qazın üstündə, tavada hazırladım. Amma inanın ki, dadı və ətri yenə də çox gözəl alındı. Bu videoda sizə buğdanın necə qovrulduğunu, necə xırtıldayan və ləzzətli qorğa hazırlandığını göstərirəm. Çox sadə üsuldur və hər kəs evdə rahatlıqla hazırlaya bilər. Mən əvvəlcədən buğdanı suda və şəkərdə qaynadıb, yumşaldıb, onu qurudub hazırlamışdım. İndi isə sizə qovrulmasını göstərirəm. İstəsəniz siz də bu üsulla edə bilərsiniz. Daha sonra isə zövqə görə içinə küncüt əlavə edirəm. Onu da tavada qovururam ki, dadı və ətri gözəl olsun. Daha sonra isə çətənəni əlavə edib qovurub qorğanın içinə əlavə edəcəm. Bunlar zövqə görədir. İstəsəniz siz də əlavə edə də bilərsiniz, etməyə də bilərsiniz. Budur, gözəl qorğamız hazırdır artıq. Əgər belə milli yeməklər və Novruz süfrəsi hazırlıqları xoşunuza gəlirsə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.